Hər birini salamlayıram ilk öncə. Biz bura yığılmışıq. Əslində tək özümün adından yox, bütün valideynlərin, müəllimələrin adından da danışıram. Görürsünüz, gördüyünüz kimi 2 ildir Şıxali məktəbinə yığışıbdır bizim müəllimələrimiz də, şagirdlərimiz də. Təhsil adı ilə 2 ildir məktəbimiz internat tipli gimnaziya bağlanıbdır. Remont məqsədi ilə. Hər dəfədə valideynlər qalxışmışıq ki, 3 ay ərzində yay tətilinə buraxılanda məktəb tikilir, sıfırdan tikilib təhvil verilir. Amma bizim məktəbimiz, internat tipli gimnaziyamız elə oldu ki, 2 ildir nəinki təmiri təhvil vermək, heç bir şey yoxdur. İndi də ki, bizi yığıblar, deyirlər ki, məktəb bağlanmır. Əslində internat tipli gimnaziya yox, lisey olur. Bizim Zaqatalımızın liseyi var. Bizim artıq liseye ehtiyacımız yoxdur. Biz bu internat tipli gimnaziya məktəbi biz tək analar üçün ən əsası. Mən 10 ildir ailə başçısını itirmişəm. Elələri var ki, burada yoldaşından ayrılıbdır, şəhid ailələridir, işləyən analardır, tək analar. Mən özüm də həmçinin işləyən anayam, 2 dənə az yaşlı övladım var. Mən uşağımın əlindən tutub dərs yazdırmağa bilməyəndə buradakı müəllimələr, tərbiyyəçilər mənim övladlarıma həm ana olublar, həm müəllimə olublar. Mən onların elədiklərini, həmçinin o bir valideynlər onların çəkdiyi əziyyətləri itirsə, İnan ki, bizə haram olar. Həqiqətən haram olar. Elə bax, olur da evdə övladlarımıza biz yemək verməyə çatmayanda, internatda bizim uşaqlarımızı yedirdiblər, içirdiblər, ev tapşırıqlarını hazırladıblar. Mənim uşaqlarım məktəbə gəldi, deyirdilər, ana, biz evə gəlmək istəmirik, o qədər gözəl. Yəni, diqqət qayğı görürük o müəllimələrdən. Hətta mənim uşaqlarım mənə deyirdi ki, orada bir dənə otaq versəydilər, ana, sən də gəlib bizlə qalardın orada. O qədər diqqət qayğı görürlər ki, indi də gəlibdir, valla deyirlər ki, liseye çevrilir, 1-ci sinif bağlanır, ay bu. Bizim belə başlayır. Size bu fikirleri kimdi? Yumuşaq yastığa. Size bu fikirleri kimdi? Bize bu fikirləri təhsil şöbəsindən gələn xanım dedi ki, Rəna xanım, valla sadəcə ad dəyişir və bir də 1-ci sinif bağlanır. Amma bu zaman Yani yeni qəbul yoxdur. Biz qədərilə lisey imtahansız qəbul olmur. Burada hər halda imkanlı valideynlərin şagirdləri oxuyur.